Akşamınız xeyir olsun, salam Ömer Benzi. Çok kısa diyeceğim. Tebrik ederim futbolçularımı ve arkadaşlarıma teşekkür ederim. Gelip şehirden biraz kenarda olsa da bizlerle oldular. Futbolçularımı bir daha tebrik ederim. Çok vacib işgal elde elədik. Buyurun sorulara geçebiliriz. Buyur Səxavət. Fikir bildirilesi bir şey yoktu. Sadece oyun başlayandan agresif idilər. Yani oyuncularımıza karşı, bize karşı. Sadece yani o agresiya sonunda gəlib belə bir hadiseye çevrildi. Futbolda olan hadiseler, olan anlardı. Yani istənilən oyunda görsən biraz kütləvi hansısa bir tartışmalar olur. Böyle istemezdim olsun ama oldu, edecek bir şey yok. Həddindən artıq belə agresif və əl-qol atmaq, hər hansı bir ifadə işlətmək biraz, yəni bura futbol oynayan futbol meydanıdır, bu başqa yer deyil. Buyurun növbəti sual. Buyurun. Handbol bizim ilişkin vəziyyəti, işçilərin vəziyyətlərində ayarsınız sizə, yoxsunuz yəni. İndi daha təcrübəli yapıyorsunuz. Qarabağın sonra 2 Avrupa Krasnodar transfer. İndi daha təcrübəli ifadə gəlir, yoxsa əvvəlki ifadə kimdir? Zaten yaş geçtikçe tecrübe artır, fərqi yoxdur. Kənarda və yaxud öz komandamızla, amma əlbəttə ki, yəni gedib 2 çempionatda iştirak eləməsi, yəni başqa çempionatlarda, başqa futbol fəlsəfəsi olan ölkələrdə iştirak etməsi əlbəttə ki, istənilən oyuncunun xeyrinədir. Yəni dəyişiklik mütləq olur. İstəyirəm, gözlərdə Qarabağdakı transfer olmasa, Ramazan gelir, futbol əvəzindən gəldi, Qarabağ oxundan gelir, yəni qonşulamaz. Yayda yəni Qarabağdan gözlənilən qədər çox transfer başı tutacaq, yəni futbol belə azarkeşlər olsun, desin, olsun, ən azından 4-5 transfer gözləyirlər Qarabağda. Belə bir şey baş verəcəkmi? Yəni ola bilər, amma əslində olsun ki, futbolçu və deyək insandır. Yəni bu müqavilə ilə öz klubları olur, gedib biz istədiyimiz vaxt, istədiyimiz an gedib rahatçılığa götürülməliyik. Ona görə söz verilməliyik ki, 3 olacaq, 5 olacaq, 7 olacaq, amma mütləq etmək düşüncəsindəyik, axtarıq, yəni baxırıq. Əgər uyğun olsa, dəyişikliklər mütləq olacaq. Buyurun. Bunu təbii şeydən sual verən növbəti maçı ilə bağlı necə planlamış düşünürsünüz? 3 klubun da gələcəyini nəzərə alsaq, indişindən daha gərgin olacaq, yoxsa liqə ləğv olunur deyə daha asan olacaq? Bilmirəm, hər bir halda fərq olacaq, fərq yaradılacaq. Hansı mənada, hansı formada olacaq, bunu deyə bilmərəm, amma ən azından komandaların sayı artır, fərqli komandalara qarşı oynayacaq, onların sayı çox olacaq. Və ola bilər daha da çempionat aktivləşsin, hər şey ola bilər inşallah. Amma bizim üçün dəyişik olacaq. Sizin ağzına bir sual deyim gəldi. Daha çox oyun olması istəyirsiniz, teminin də daha yaxşı olması istəyir, amma gələn mövsüm ən azından bu mövsümlə müqayisədə 3 oyun az olmasın. O 3 oyun bəlkə çox şey deyil, amma ola bilər ki, Qarabağın həmin dövrdə Avropa dövrünə düşsün, daha çox istəyərsiz ki, tonusda olsun komanda, amma o olmayacaq. 3 oyunun az olmasının bir təsiri olar mı? Sırf Qarabağda təsiri olar mı? Yox, inanmıram, çünki heç də az deyil sayı. Əlaqsızda Avropa kuboklarda oynayırsansa, bunların sayı az deyil, amma əsas keyfiyyətdir ki, bir komanda sayı az olsun, oyun sayı çox olsun və ya oyun sayı biraz az olsun, amma keyfiyyət yuxarı olsun. Yəni onda inkişaf daha tez olacaq.